Bu futbolcular da bugün meydana çıksalar onlar da debüt etmiş olacaklar. Oyun başladı. Elvin Bayram mücadelesinden sonra Sumqayıt oyuna başladı. Bugün oyunun iştirak ərizəsində yer almırlar. Uzun ötürmə ileri Ramil Şeydayev ve Qarabağ hesabı açır. Ramil Şeydayev 3. dəqiqədə erkən golun müəllifi olur. İzləyə təkrarı dərindən çok yaxşı ötürmə gəldi Şeydayev istiqamətində. O da müdafiəçinin arxasında boş mövqeyə açılmağı bacardı. İlk baxışdan burada hər hansı bir ofsaydın olmadığını görə bildik. Simon. Yox, Badolo'du bu. İndi Simon'a topu ötürdü. Simon'un zərbəsi qapı istiqamətində və Amin Ramazanov erkən qolunu vurmağı bacardı. Bu göstəricidə yalnız Turan Tovuz'dan geridə qalır Qarabağ. Turan Tovuz 8 dəfə ilk 15 dəqiqədə fərqlənib. Qarabağın daha bir gol vurmaq imkanı indi yarana bilər. Bəhruz Qurbanlı, Toral Bayramov, yerli ötürmə, Adday və gol! 2-0 güzel kombinasyonun sonunda Emanuel Adday ikinci topu Sumqayıtın qapısından keçirir. Deyilən izləyə təkrarı Bəhruz Qurbanlı topu Toral'a ötürdü. Toral yerlə ötürdü qapı qarşısına. Ramil Şeydayev topu bıraktı və bununla da Sumqayıt müdafiəçilərini çaşdırdı. Top Emanuel Adday'ın önünə düşdü. O da özünü itirmədi və bir toxunuşla topu Xəyal Fərzulayevin qoruduğu qapıya göndərdi. Səbuh Abdullazadə. Səbuhi qapıya baxır. Uzaqdan qapıya zərbə Amin Ramazanov. Qarabağ qoldan xilas etdi. Emir Mustafayev sanki o da bir anlıq qapıya baxdı amma zərbə indirmədi. Sarçın ha topu ötürdü Nihat Əhmədzadə. Tüstü bürüdü meydan bu hissəsini. İndi qapıya zərbə gəlir və top dilin üstündən keçir. Emir Mustafayev. Əla paslaşma. Simon və top diləyin yanından keçir. İkinci sən əvvəlində ən fəal futbolçu meydanda. Cedric Badol'dan əla hərəkət. Badol'un ötürməsi. Ramalingom topu saxladı. Səbuhi və gol! 2-1. Sumqayıt fərqi azaldır. Səbuhi Abdullazadə meydan sahiblərinin kapitanı fərqlənir. Çok sürətli və çox gözəl kombinasiya bu dəfə Sumqayıt futbolçularından. Adday'dan əla ötürmə, offside yoxdur. Aleksey Kaşık sürət yığır. Kaşık cərimə meydançasında ötürməsini verir və 3-1 amma indi bayraq havaya qalxır. Ramil Şeydayevin dublu qeydə alınmır, lakin hər halda epizod izləniləcək var. Sistemi uzun müddətdir ki artıq tətbiq olunur liqamızda. Hər şey var, hakimləri incələyəcəklər. Gəlin biz onlardan öncə təkrara baxaq. Adday ötürməsini verir və burada əslində Beskaravay'ın mövqeyi suallar yaradır. Nadir Orucun mövqeyi ilə bağlı sual yoxdur. Nadir və Elvin Bayramov mərkəzə göstərir, ofsaydı yoxdur. 3-1. Rüstəm önündə Bədavi var. Rüstəm ondan sıyrıldı. Ötürməsi cərimə meydançasına Ramalingom zərbəsi alınmadı. Qaydan top Emir Mustafayev və top dilin üstündən keçir. Ninkoviç, Sənan Muradlı. Sənan cərimə meydançasında aldadıcı fəndlər silsiləsi. Sənandan yerli ötürmə. Rüstəm Əhmədzadə və gol! 3-2. Rüstəm Əhmədzadə də adlı tabloyu yazdırdı. Bax burada Murad, Sənan Muradlı yaxşı qoşuldu. Və sanki Rüstəm Əhmədzadə gözləmirdi ki, dəqiq ötürmə verə biləcək Sənan burada. Danki Bolton ayaqları arasında topu ötürdü. Top Rüstəmin önünə düşdü. İmam Əliyev özünü çatdırmağa çalışsa da şübhə doğurmur və indi sürətli əks-hücum Qarabağdan Emanuel Adday. Adday çəkdi sağına, ötürməsini verdi. Ramil Şeydayev yerlə ötürmə. Kaşık topu saxladı. Kaşık! 4-2! Ramil Şeydayev ötürmə verdi. Kaşık 11 metrlik nöqtədə topu qəbul etdi. Zərbə indirdi. Top Vüsala dəydi. Deyəsən onsuz da qapıya gedirdi. Məncə bu məhz Aleksey Kaşıkın qolu kimi protokolda qeydə alınacaq. Düzdür, Vüsal Paşa belə ixtiyarı toxunuş etdi topa.
Qapı qarşısında Ninkoviçin ötürməsi. Beskaravaynidən öncə müdafiəçilər topa çatdı. Roman Lingom topu saxlasa təhlükəli ola bilər. Saxlayır. Daha bir zərbə. Emin Mustafayev və gol! 3-4. Hələ son söz deyilməmişdi bu oyunda. Emin Mustafayev də fərqlənir. Sumqayıt yenidən fərqi minimuma indirir. Futbol şousu, futbol festivalı bəxş etdi bugün bizə komandalar. Sumqayıt və Qarabağ. Belə notlarda mövsümü bitirirlər. 3-4 və bu da oyunun finaliti. Topa son toxunuşu oyunda məhz Emin Mustafayev etdi və Sumqayıt Qarabağ maçı Qarabağın 4-3 hesablı qələbəsi ilə yekunlaşdı.